Esselamu aleykum və rəhmətullahi və barakatuh. Baxın, əziz qardaşlar, bir məsələni qeyd edim. Bu məsələ çox mühüm məsələdir və hər bir müsəlman bu məsələni bilməlidir və dərk etməlidir. Nədir o məsələ? Bir çox müsəlmanlar elə bilirlər ki, ibadət məfhumu yalnız zahiri əməllərdə olan ibadətlə hasr olunur. Məsələn, elə bilirlər ki, ibadət yalnız namaz qılmaqdır, oruc tutmaqdır, yaxud məsələn, sədəqə verməkdir, zikr etməkdir, dua etməkdir və s. Bu, zahiri əməllər ki, yoxdur, bədən üzvünün əməlləri. Elə bilirlər ki, ibadət məfhumu yalnız bu əməllərlə həsr olur, yəni yekunlaşır, qutarır. Amma əslində belə deyil. İbadət məfhumu genişdir. Qəlbi əməllər də bura daxildir. Var zahiri əməllər, var qəlbin əməlləri. Məsələn, qorxu, sevgi, təvəkkül, sıdq, sadiqlik, ixlas və s. Yəni, ibadət məfhumu genişdir. O ibadətlərdən biri də, hansı ki danışmaq istəyirəm, təfəkkür ibadətidir. Təfakkur. Yəni, insanın Allahın yaratdığı şeylərdə, xəlq etdiyi şeylərdə təfakkur etməsi, yəni fikirləşməsi, düşünmək, təfəkkür ibadəti. Bu da ibadətdir. Özü də, əziz qardaşlar, çox əzəmətli ibadətdir. Çox böyük ibadətdir. Lakin bir çox müsəlmanlar bundan qafildir. Bilmirlər. Halbuki, ən əzəmətli ibadətlərdən biridir düşünmək, təfəkkür etmək ibadəti. Allah subhanahu və teala Qur'anda təfəkkür haqqında çox yerdə deyib. Məsələn, ayələrdə Allah subhanahu və teala buyurur, Kəzəlikə nufassilul əyəti li qavmin yetəfəkkarun. Biz ayələri düşünən, təfəkkür edən adamlar üçün izah edirik. Fikir verin, kimlər üçün? Təfəkkür edən. Digər ayədə fəqsusil qasasa لَعَلَّهُمْ يَتَفَكَّرُونَ. Bu əhvalatları onlara danış, bu qıssaları, əhvalatları onlara danış, bəlkə fikirləşələr. Fikirləşmək, fikir verin. Yaxud, İnnə fī zəlikə ləəyətin li qavmin yetəfəkkarun. Bunda təfəkkür edən qövm üçün ayələr var. Fikir verin, təfəkkür edən qövm üçün. Yaxud, və tilkəl əmthəlu nadribuha linnəsi ləalləhum yetəfəkkarun. Biz bu misalları, yəni Qur'anda olan misallar ki, yoxdur, biz onları insanlara çəkirik ki, ləalləhum yetəfəkkarun. Bəlkə təfəkkür edərlər, düşünələr. Digər ayədə Allah Cəllə Cəlaluhu buyurur, اَلَّذ۪ينَ يَذْكُرُونَ اللّٰهَ قِيَامًا وَقُعُودًا وَعَلَى جُنُوبِهِمْ. O kəslər ki, ayaq üstü olanda da, oturanda da, uzananda da Allah'a zikr edirlər. Və وَيَتَفَكَّرُونَ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ. Və yerlərin, göylərin yaradılışı haqqında təfəkkür edirlər. Baxın, Allah subhanahu və teala yerlərin və göylərin yaradılışı haqqında təfəkkür edənləri mədh edir, tərifləyir, səna edir. O kəslər ki, təfəkkür edirlər.
Deyirlər ki, Rabbənə, mə xaləqtə həzə batilən. Ey Rəbbimiz, sən bunu elə belə batilcəsinə yaratmadın. Subhanəkə fəqinə azəbən nar. Xülasə, bu barədə Qur'anda ayələr çoxdur. Allah subhanahu və teala bu ibadətə çağırır. İnsanları rəğbətləndirir Allah subhanahu və teala ki, onlar təfəkkür etsinlər. Baxın, Əbu Süleyman Əd-Dərani rahimehullah deyir ki, "Vəl-fikratu fil-axirə", axirət haqqında, axirət diyarı, axirət həyatı haqqında təfəkkür etmək, düşünmək, fikirləşmək yurisul hikmə, insanda hikmət doğurur. Və yuhyi el-qulub, və qəlbi dirildir. Təsəvvür edin. Axirət diyarı haqqında təfəkkür etmək qəlbi dirildir və hikmət doğurur. Həsənül Basri rahimehullah buyurur ki, "El-fikratu, fikir, yəni bizim danışdığımız fikirləşmək, təfəkkür, düşünmək bir güzgüdür" deyir. Turikə həsənatikə və seyyiatik. İnsanın yaxşı və pis əməllərini ona göstərir. Yəni insanın pis və yaxşı əməllərini ona göstərən bir güzgüdür. Nə? Təfəkkür. Həmçinin Həsənül Basri rahimehullah deyir ki, bir saat təfəkkür etmək, düşünmək. Nə barədə? Allahın yaratdıqları yerlər və göylər barəsində, yaratdığı şeylər barəsində təfəkkür etmək, düşünmək gecə namazından daha xeyirlidir. Görün, hansı ibadətdən daha xeyirlidir. Həmçinin Həsənül Basri deyir ki, Amir İbn-i Abdi Qeys rahimehullah dedi ki, Səmi'tu qeyrə vahidin və lə isneyn və lə thələtətin min ashabin nəbi sallallahu aleyhi və səlləm yəqulun. Mən deyir, Peyğəmbərin sahabələrindən bir nəfər, 2 nəfər, 3 nəfər yox, bir çoxundan eşitmişəm ki, onlar belə deyirdilər. İnnə diyəəl iman, əv nural iman ət-təfəkkür. İmanın işığı və ya imanın nuru təfəkkürdür, deyir. Allahu Akbar. İmanın, insanın qəlbində olan imanın nuru, işığı təfəkkür etməkdir, deyir. Həmçinin Ömər İbn Abdüləziz rahimehullah deyirdi ki, "El-fikratu fi ni'amillah afdalu el-ibadə." Allahın nemətləri haqqında fikirləşmək, düşünmək, təfəkkür etmək ən əfzəl ibadətdir. Və yəlallahil əcəb. İnsanlar ən əfzəl, ən əzəmətli ibadətdən qafil qalıblar. Allahın nemətləri barəsində təfəkkür etmək, bəs insan oturub Allahın yaratdıqları barəsində düşünür, təfəkkür edir. Deyir ki, ən əzəmətli ibadətdir. Ona görə tabinlərdən Həsənül Basri rahimehullah deyirdi ki, biz təfəkkürlə qəlbimizi diriltdik. Biz təfəkkürlə qəlbimizi diriltdik. Sahabə Əbu Darda radiyallahu anhunun anasından soruşurlar ki, Əbu Dardanın ən çox etdiyi ibadət hansı idi? Deyir ki, Əbu Dardanın ən çox etdiyi ibadət təfəkkür ibadəti idi. Allahu Akbar, təfəkkür ibadəti. Ona görə, əziz qardaşlar, bu ibadətdən özünü məhrum etmə. Çalış, bu ibadəti et. Ən əfsəl, ən əzəmətli ibadətlərdən biridir. Xülasə, nə? Allahın yaratdıqları barəsində təfəkkür etmək, düşünmək, fikirləşmək, onun nemətləri barəsində ən əzəmətli ibadətdir. Allah subhanahu və teala da istəyirəm ki, dinləyənlər və baxanlar üçün faydalı etsin. Və sallallahu və səlləmə və barak alə abdihi və rasulihi Muhammed.